Salamünaleyküm əziz izləyicilər, əziz zəvvarlar. Gördüyünüz kimi hələ də davam edir. Zəvvarlarımızın, Ərbəyin zəvvarlarından İmam Hüseyin zəvvarlarının gəlməsi və qəbulumuz hələ ki davam edir. Ancaq bunu qeyd edeyim ki, nə $450, nə $750, artıq $800-dır. Yəni, məlum səbəbə görə, təyyarə biletinin qiymətinin qalxmasına görə biz də məcburi şəkildə qiymətləri qaldırdıq. Və bunu da qeyd edeyim ki, Ərbəyinə gedə bilməyənlər də ölkədə, Azərbaycanımızda Ərbəyini yaşaya bilərlər. Biz onlara bu, belə deyək də, anı yaşatmağa söz verdik. Avqust ayının 4-ü Azərbaycanda Ərbəyin vaxtıdır. İraqda isə avqust ayının 5-idir. Avqust ayının 4-ü Gəncəbərdə Beyləqan ziyarətimiz var. Yəni ziyarət olunacaq yerlər isə İmamzadə İbrahim, Gəncə Şəhidlər Xiyabanı, Bərdə Seyid Yusif Ağa, Beyləqan Cərciz Peyğəmbər, Beyləqan Şəhidlər Xiyabanı və Ağdam Seyid Lazım Ağanın ziyarətgahıdır. Qiymət isə 25 manatdır. Qiymətə daxildir çay, ehsan süfrəmiz var, olacaq inşallah da. Və 4 avqustda bizim daha bir ölkə daxili ziyarətimiz olacaq. Ərbəyin günü cənub ziyarətləridir. Cənub ziyarətlərimiz isə Lənkəran Seyidə Pəri Ocağıdır, Lerik Bobagildir, Masallı Seyid Sadiq Ağadır, Biləsuvar Mir Sultan Ağadır, Cəllabad isə 3 qəbirdir. Bunun da qiyməti 25 manatdır və ehsanlarımız orada olacaq. Və avqust ayının 4-ünə daha bir bizim Ərbəyinə ölkə daxili ziyarətimiz var. Bakı daxili ziyarətdir. Yəni ikinci fəxri xiyaban ziyarət olunacaq. Hörmət əlaməti olaraq ustadımız, ruhanimiz, Allah rəhmət eləsin, Hacı Şahinin məzarı olacaq. Sonra Bakı Şəhidlər Xiyabanı, Bibi Heybət, Mir Möhsün Ağa, Əli Əyağı, Mir Möhsün Ziya Ağa, Pir Həsən ziyarətgahı, Hacı Zeynalabdin Tağıyevin bacısını da ziyarət edəcəyik orada. Leyla xanım ziyarətgahıdır, Maşdağa Şəhidlər Xiyabanı, Maşdağa Aqil Baba, Maşdağa Seyid İbad Ağa, Maşdağa Seyid Əli Ağa, Maşdağa Seyidə Mir Həbibə Ana ziyarətgahı və sonda Bülbülə İmamzadəsidir. Və avqust ayının 4-ünə daha bir ölkə daxili ziyarətimiz var. Bakı ziyarətgahımızın qiyməti, Bakı daxili ziyarətimizin qiyməti 13 manatdır, bunu da qeyd edeyim. Və növbəti ölkə daxili ziyarətimiz Əshab-ı Kəhfdir. Nehrəm İmamzadə Əqildir, Naxçıvan Şəhidlər Xiyabanı, Möminə Xatun Türbəsi, Nuh Peyğəmbər Türbəsi, Naxçıvan İmamzadəsi, Naxçıvan Heydər Məscidi, Naxçıvan Xanım Zəhra Məscidi, Naxçıvan Xan Sarayı, Naxçıvan Qalası, Duzdağ, Naxçıvan Əlincə Qalası, Əshab-ı Kəhf, Naxçıvan Bayraq Meydanı və Ordubad Aza kəndi piridir, Şərif Ağa piri və Ordubad Düylün piri. Burada da, yəni burada ağır ocaqdır, qiymət isə 170 manatdır. Buna da səhər yeməyi daxildir. İnşallah təyyarə bileti və avtobus daxildir. Yəni Naxçıvanda bizi qarşılayacaq avtobus daxildir. İnşallah ki, yolunuzu gözləyirik və bir daha qeyd edirəm, Ərbəyinə gedə bilməyənlər düşünməsinlər ki, ağa nəzər eləmədi. Ağa inşallah ki, elə ölkəmizdə də onlara nəzər eləyəcəkdir. Salam aleykum, Allah'a əmanət olun, Allah sizləri qorusun. Zənglərimizi gözləyirik, aşağıda qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz. Allah'a əmanət olun.